Salam əziz abituriyentlər. Yeni 2026-cı il qəbul suallarından bir digərinin izahını paylaşıram. Sual o qədər də çətin sual deyil. Sadəcə diqqət tələb edən bir sualdır. Hesablamaya aiddir. Deməli, bizdə verilir qrafik informasiyanın həcmi 3 variantda və palitradakı rənglərin maksimum sayı. Burada digər 5 variantda biz burada uyğunluğu müəyyən etməliyik. İndi gəlin bir-bir bunları hesablayaq. Birinci 5 12-ni 2-nin qüvvəti şəklində yazalım. 2 üstü 9 vur 2 üstü 8 vur x bit. X burada bizim düsturumuz necə idi? Qrafik kodlaşdırmada V bərabərdir A vur B vur I. Burada x i-nin yerində dayanır. Və biz rənglərin çaları, yəni palitradakı rənglərin sayını tapmaq üçün, rəng çalarlarını tapmaq üçün nədən istifadə edirdik? M bərabərdir 2 üstü I düsturundan istifadə edirdik. Ona görə bizə I lazımdır. İndi buradan bu da bərabərdir. Vahidləri eyniləşdirmək lazımdır. Burada bit isə bu kilobaytda bitə gətirərəm. 256-nı yazacağım 2 üstü 8 vur. Bitə çevirəndə kilobayt 2 üstü 13-ə vurmalıyam. Və burada 2 üstü 8-lər gedər. 2 üstü 9-dan 13 gedəndə x üçün alarıq. Qüvvətli rəngdə yazım. 2 qarışmasın. X üçün alarıq nə? 4. 2 üstü 4. Yəni 16. Və sonra buradan birbaşa rəngləri hesablamaq istədim. Bu düsturu başqa yerə aparaq. Bir də burada dursun. İndi rəngləri hesablayaq. N bərabər olacaq 2 üstü 16. Davam eləyək növbəti ikincini hesablamağa. 5 12-ni yenə yazaram. 2 üstü 9 vur 2 üstü 9 vur x bit bərabərdir. Burada artıq bitlə verdiyinə görə biz heç bir çevirmə aparmırıq. Bax, öz bitlə verir. Sadəcə ixtisar aparmaq lazım. Bu olacaq 2 üstü 18. 2 üstü 18 ilə 2 üstü 20 gedər. X bərabərdir 3 vur 2 üstü 2. O da 4 eləyər. 4-ü çevrəndə 12 olar. N bərabərdir 2 üstü 12. Növbətini hesablayaq. 256-nı yəni 2 üstü 8 kimi yazıram. Vurulsun 2 üstü 7 vur x bərabərdir. Yenə burada bitdi hər ikisi. Heç birinə toxunmuram. 284 vur 2 üstü 11. Buradan 384'ü yazaram. 128 vur 3 kimi vur 2 üstü 11. Bu da 2 üstü 7. 2 üstü 7 ilə 2 üstü 11'de 2 üstü 18 olacaq. Vurulsun 3. Və buradan və buradan ixtisarlarımızı aparaq. Bu da verəcək bizə 2 üstü 15. X də bərabər olacaq 2 üstü 3 vur 3. 2 üstü 3 8. 8 3 oranında 24. Deməli enimiz də olacaq nə? 2 üstü 24. Deməli 1 2 3 üçün biz rəng çalarlarının sayını tapdıq. İndi gələk uyğunlaşdıraq. Hərəsinə bir variant onsuz da uyğun gəlir. 1-ə uyğun gələcək 216A, 2-yə 212C uyğun gəlir, 3-ə də 224Y uyğun gəlir. 1A, 2-si, 3 A variantı doğru cavab.